Pensiyalar bu qədər artırılacaq, yenilik. Son illər Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi ön plana çıxır. Pensiya və sosial ödənişlərin mərhələli şəkildə artırılması, əhalinin həssas təbəqələrinin rifahının yaxşılaşdırılması və məşğulluğun genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində keçirilən iclasda səsləndirilən yeni rəqəmlər də sosial xərclərin artan payını və 2026-cı il üçün nəzərdə tutulan əsas hədəfləri aydın şəkildə ortaya qoyur. Referans media bildirir ki, bu barədə iqtisadçı Rəşad Nəcəfzadə Demokrat AZ-a açıqlama verib. O bildirib ki, yaşa görə pensiyaların 53 manat artırılması rəqəmlərlə baxdıqda kifayət qədər aydın mənzərə yaradır. Hazırda yaşa görə pensiyanın orta aylıq məbləği 576 manatdırsa, 53 manatlıq artımdan sonra bu göstərici 629 manata yüksəlir. Bu, nominal ifadədə təxminən 9,2% artım deməkdir. Bu artım aşağı pensiya alanlar üçün daha hiss olunan olacaq. Məsələn, 400 manat pensiya alan bir şəxs üçün 53 manat artım aylıq gəlirin əhəmiyyətli hissəsini təşkil edir və gündəlik xərclərin ərzaq, dərman, kommunal ödənişlərin qismən yüngülləşməsinə imkan yaradır. Lakin 800-900 manat civarında pensiya alanlar üçün bu artımın təsiri nisbətən zəif hiss olunacaq. O deyib ki, artımı real qiymətləndirmək üçün inflyasiya amilini də nəzərə almaq lazımdır. Əgər illik inflyasiya 6-8% civarındadırsa, 53 manatlıq artım pensiyaçıların alıcılıq qabiliyyətini tam artırmır, daha çox qiymət artımlarının yaratdığı itkiləri kompensasiya edir. Yəni bu addım rifahı kəskin yüksəltmir, mövcud vəziyyəti qorumağa yönəlib. Yaşa görə pensiya alanların sayını nəzərə aldıqda, bu artım dövlət üçün hər ay milyonlarla manat əlavə xərc deməkdir. Bu səbəbdən belə qərarların davamlı olması üçün pensiya artımları iqtisadi artım, məşğulluğun genişlənməsi və sosial sığorta daxil olmaları ilə paralel aparılmalıdır. Sadə dildə desək, bu dəyişiklik ilk növbədə inflyasiya qarşısında müdafiə mexanizmidir. Xüsusilə minimal və ya orta məbləğdə pensiya alan şəxslər üçün bu 53 manatlıq artım ay sonunda büdcədə yaranan kəsiri bağlamaq, bir neçə zəruri dərmanı və ya bir həftəlik ərzaq ehtiyacını qarşılamaq imkanı deməkdir.